Gəlin bizdə bəşir mənləri tanıyaq. Elə necə heyvanlardır bunlar? Necə heyvanlardır? Şirin. Bəli. Diqqətlə baxaq şirə. Fil. Şirin nə var? Xortum. Bunlar necə heyvanlardır? Arada yaşayır. Burada bəli. Sürətli ilə zebranın oxşar cəhətləri. Arada yaşayır. Ağaçlar. Kirpi nəyilə özünü qoruyur? Oxatın oxlarıyla. Uzak şimalda, okyanın sahilində bulutlara uzanırdı. Qayanın altında mağara, mağaranın dərinliyində böyük buz parçasının içində çoxdan yuxuya dalmış mamut balası vardı. Mamut balası laf qədim zamanlardan buradaydı. Amma Uşaqlar, mamut deyin görün, bax göstərdiyim bax o vəhşi heyvanların içərisində. Mamut hansı heyvana bənzəyir? Təxminən. Filə. Oxşar forması hansıdır? Deyin görün. Xortumu, bir də burunuzu. Bəli. İndi gəlin bir yerdə oxuyaq. Nərgis oxu görün. Uzaq şimalda okyanın sahilində bir qaya ucalırdı. Qayanın altındakı mağarada iri buz parçasının içində donmuş mamut balası vardı. Günlərin birində havalar istiləşməyə başladı. Buz parçası əridi və mamut balası ayıldı. Oxu görüm Nihat. Ana deyə o qışqırdı. Ana heç kəs cavab vermədi. Mamut balası anasını axtarmağa getdi. Yolda o ayı balasına rast gəldi. Sən kimsən deyə ayı balası heyrətlə soruşdu. Xədicə oxu görüm adını. Bilmirəm, mən anamı axtarıram. Sən onu görmüşsən? Yox, görməmişəm. Gəl borcun yanına gedək. O hər şeyi bilir. Borc birdən sonra mamut balasına baxdı. Sonra dedi, çox qədim zamanlarda burada belə heyvan yaşayır. Ondan sonradan onlar Afrikaya götürdülər. O sədayın görüm. Oxu görüm qızım. Mən də Afrikaya anamın yanına getmək istəyirəm. Borc ona Afrikaya gedən yolu başa saldı. Mamut balası borca təşəkkür edib yola düzəldi. Xeyli yol getdikdən sonra mamut balası Afrikaya çatdı. Burada bir meymuna rast gəldi. Oxu görüm Mələk. Sən kimsən deyə meymun heyrətlə soruşdu. Bilmirəm, mən anamı axtarıram. Mən səni ananı tanımıram. Gəl Begamotun yanına gedək. Begamontun yanına gedək. Aha, oxu görüm qızım. O hamını tanıyır. Onlar Begamotun yanına Yox, oxu görüm buradan. Fil dedi, qədim zamanlarda şimalda mamutlar yaşayır. Mənə elə gəlir ki, sən mamut balasısan. Deməli, mən səni balam deyiləm deyə mamut balası ağladı. Ağlama, əslində ikimizlə eyni nəsildəyik. Məncə biz ana, bala ola Amma bilərik. oxu görüm. Mamut balası sevinəcək qışqırdı. Axır ki, mən anama qovuşdum. Mamut anasına sığındı, bir də sorumlu ilə onu qucaqladı. Aha, demək uşaqlar, gəl indi bir də baxaq buna, görək. Görürsünüzmü? Mamut balası üçün indi ox bulasaq. mamut balası üçün ana nağılı. Biri var idi, biri yox idi. Uzaq şimalda, okyanın sahilində bir qaya ucalırdı. Qayanın altında mağara, mağaranın dərinliyində böyük buz parçasının içində çoxdan yuxuya dalmış mamut balası vardı. Mamut balası lap qədim zamanlardan buradaydı. Amma bir dəfə fırtına vaxtı dalğalar qayanını dağıtdı. Buz parçası əridi və içindəki mamut balası ayıldı. Ana! Deyə mamut balası qışqırdı. Amma ona heç kəs cavab vermədi. Onda mamut balası anasını axtarmağa getdi.
Yolda o ayı balasına rast geldi. Aha bir Sen dəqiqə. kimsən? Diye ayı balası neyle? Mənə deyin görüm. Hansı heyvanla söhbət gedirdi? İsmail Qalxayada görüm. Mamut balasından. O haraydı? Onun yeri haraydı? Kimdə yaşıyor? Bəli. Bu da görüm. Şimal buzlu. Bəli. Yaxşı. Mənə de görüm. Deyin görüm. Həmin bax o harada yatırdı? Ha? Harada görüm. Mağarada yatırdı. Demek o buz erimeye başladı ki o uyandı da değil mi? Bəli. Demek o kimi axtarmağa getdi? Anasını axtarmağa getdi. Yolda hansı heyvanlar? Əllə. Şey de görün. Ayı balasıyla rastlaşdı. O ayı balasına ne dedi? Ha? Ne dedi? Kim diye? Hemen de görün. Ne dedi? Benim anam hardadır? Bəli, doğrudur. Anasını axtarırdı. Bəliydi, davam edək yerə. O da soruştu. Bilmirəm, mən ona bunu axtarıram. Sən görməmisən? Diye Mamut balası cevap verdi. Yox, heç vaxt görməmişəm. Gəl Mojdayının yanına gedək. Onun hər şeydən xəbəri var. Boş dayı Mamut balasını Ha, görünce indi bulasın. Demək, nə dedi? Dedi hara gedək? Demək, bol şansıdır burada. Bu nədir? Bəs bu? Bəs bu? Bəli. Demək, Mojdaydan getdilər ki, soruşarlar ki, mənim anam hanı? Aha. çok təəccübləndi. Sonra dedi. Bu çox qədim zamanlarda şimalda hava isti olanda burada belə heyvanlar yaşayıb. Amma onlar Afrikaya köçüblər. Hara köçüblər? Diye Mamut balası kışkırttı. Boş dayı onun büyük bir buz pastasının üstüne Ha, koydu. indi bulasın. Afrika'ya yola saldı. Üzü ve okuyor. Demək, Mamut dayıdan soruşdular. Nə dedi? Demək, hara gedə bilər? Əl qaldırma, hara gedə bilər qızım? Daha, bətinə. Afrikaya. Demək, həmin Moj dayı nə vasitəsilə yolladı Afrikaya? Sizdə görün. Buz parçası ilə yolladı. Bəli, doğrudur. İndi ardına baxar. Dedi. Hadi gəlin. Üzürəmən uzaqlara Mən olanı güləkdən qorxuram mən Öz anam ucağıma təsirəm Oğlum var mən kesinliklə keçəyəm Mən buradayam, mən gəlmişəm keçəyəm Əlbəttə ki, dişiləcək anam məni Əlbəttə Mahnı oxuyan hansı heyvandır? Hara gedir? Mamut balası Afrika'ya üzüm sattı. Hara gəldi? Sən kimsən? Diye. Hansı heyvandır? Bilmirəm, mən ona bunu axtarıram. Diye Mamut balası cevap verdi. Memnun dedi. Mən heç onu görməmişəm. Gəl bizim o xalanın yanına gedək. Hara gedər? Benim halamın balası. Bekamın yanına. Sen fil balasını Hansı heyvandır? Bir fil halanı çağır. Fil hala. Fil hala. Bir xanada gəldi görün. Diye ondan soruştu. Mən buzun üstündə üzüb gəlmişəm. Şimaldan. Mən səni o qədər axtarmışam ki. Diye Mamut balası cevap verdi. Fil ona dedi. Lap qədim zamanlarda şimalda sənə oxşayan heyvanlar yaşayıb. Onları mamut adlandırırdılar. Mənə elə gəlir ki, sən mamut balasısan. Deməli, mən fil balası deyiləm. Diye Mamut balası ağladı. Fil onu sakitleştirdi. Ağlama, sən onsuz da mənim olmuşsan. Çünki mamutlar Afrikaya gələrək fil oldular. Mamut balası sevindi. Deməli, mən lap çoxdan yaşamış fil balasıyam. Əlbəttə, Mamut balası Axır ki, mən tapıldım. deyip fil ona yanına sığındı. Nihayet o özüne yeni yuva tapmıştı. Gördünüz? Demək. Bax, gəldi Afrikaya. Mamut balası. Hansı heyvanla rastlaşdı? Meymun hara yolladı? Begamot nə məsləhət gördü? Kim deyər? Əl. Ha? Begamot nə istəyir? De görüm Sultan. Ha? Fili çağırdılar, bəli. Yaxşı, ilk dəfə fil ona razılıq verdi, Xədicə Qırayada görüm. Ha? Dedi ki, mən sənin ananam. Birinci nə dedi? Sən Aha, sən kimsən? Bəli. Demək, Qırayada görüm balam. Hə, fil onu yaxşı qarşıladı, Mamontu balasını. Bəli, doğrudan da qarşıladı. Dur görüm qızım. Məryəm, qalx ayağa görüm. Qalx ayağa görüm Məryəm. Mənə de görüm.
Mamut balası böyüdü yoxsa balaca? Balaca. Balaca idi, bəli. Dəniz qalx ayağa gör. Mamut balası kim axtarırdı? De görüm. Anasını axtarırdı, aferin. İndi o fili görəndə oxşatdı ki, anası özünə bənzəyir. Yaxşı, bax, mamut balası fili görəndə özünə bənzətdi. Nə üçün bənzətdi? Nə səbəbə bənzətdi? Bəli, xortumu ilə, buyuzu ilə, bəli, eynisini elə bir özünə oxşatdı. Amma fil axırda gördü ki, mamut balası artıq ağlamaq istəyir. Mələk, dur de görüm, sonda nə dedi ona? Kızım? Dedi ki ikimiz de eyni nesildeyik, biz ana baba olabiliriz. Biz ana bala ola bilərik. Mamut balası sevindi. Bəli, nəyə görə sevindi? Çünkü anasını De görüm, de görüm. Çünkü anasını taktı. Çünkü o tək qalmışdı. O körpə balaydı. O anasız nə edə bilərdi? Bir də ona yaxşılıq etdi, yoxsa pislik? Bəli, o onu özünə sığınadı, bəli, özünə sığdırdı və nə dedi? Dedi ki, mən sənin anan ola bilərəm. Və həmin mamut balasına indi qayğı ilə yanaşdı ki, mamut balası təkcə qalmasın. Sizcə mamut Afrikada, isti ölkədə yaşaya bilər? Yoxda onun gözümü necə idi? Nəyə görə mamut soyuqlu havada gözə bilərdi? Gözə bilərdi, görün. Çünkü onun tüyləri çok kalın idi, onlar Bəli. Yaxşı uşaqlar, gəlin ardıcıllığına sayaq görək. Ətrimizdə ilk nədən söhbət gedir? Mamut balası gedirdi, nəyi gördü? Ayını, bəli, ayı balası. Ayı balasından sonra hansı heyvan gördü? Morş. Yerdən danışmayın, əl qaldırın. Morş hara təklif verir? Begamot hara yolladı? Afrika'ya yolladı. Və getdi orada hansı heyvan? Meymunla bəli. Yaxşı, de görün qızım, qalx ayağa görün. Bəs yaxşı, meymun hara yolladı? Begamotun yanına, sən qalx görüm ayağa. Yaxşı, Begamot hansı heyvanın yanına yolladı? Filin yanına yolladı, aferin. Ardıcılığı gördünüz mü? Hansı heyvanların ardıcılığından bir söhbət etdik. Maraqlıydı. Mövzumuz mamut balası hakkında. Uzak şimalda okeanın sahilinde bir kaya uzalıdır. Kayanın altındaki mağarada iri buz parçasının içinde donmuş balası kaldı. Mamut balası vardı. Günlerin birinde hava istilaşmaya başladı. Buz parçası eridi ve mamut balası ayıldı. Ana! Diye o qışqırdı ama hiç kəs cavab vermədi. Mamut balası anasını axtarmağa getdi. O yolda ayı balasına rast gəldi. Sen kimsən? Deyə ayı balası heyrətlə soruşdu. Bilmirəm, mən anamı axtarıram. Sən onu görməmisən? Yox, görməmişəm. Gəl Nafiyin yanına gedək. O hər şeyi bilir. Moş diqqətlə mamut balasına baxdı, sonra dedi. Çox qədim zamanlarda burada belə heyvan yaşayıb, amma sonradan onlar Afrikaya köçüblər. Mən də Afrikaya anamın yanına getmək istəyirəm. Moş onu Afrikaya gedən yolu başa saldı. Mamut balası Moşa təşəkkür edib yola düzəldi. Xeyli yol getdikdən sonra mamut balası Afrikaya çatdı. Burada bir meymuna rast gəldi. Sən kimsən? Deyə meymun heyrətlə soruşdu. Bilmirəm, mən anamı axtarıram. Mən sənin ananı tanımıram. Gəl Begamotun yanına gedək. O hamını tanıyır. Onlar Begamotun yanına getdilər. Begamot mamut balasına baxıb dedi. Sən fil balasına oxşarsan. Filin yanına gedin, o bilər. Fil mamut balasını görüb təəccübləndi. Sən mənə çox oxşayırsan, amma tüklüsən. Mən şimaldan gəlmişəm. Səni çox axtarmışam. Fil dedi. Qədim zamanlarda şimalda mamutlar yaşayıb. Mənə elə gəlir ki, sən mamut balasısan.
Keçin əyləşin. Keçin əyləşin. Aferin sizə.